AI ilə bir çox sahədə biz işlərimizi sürətləndirə bilərik. Artıq AI modellər üçün biz məlumatların daşınmasını təmin edirik. Həddindən artıq çox texnologiya və toollar var. Bu ilk başda insana biraz qorxuducu gəlir. İnjiner olaraq toolu bilməli deyil də, o tooldan necə istifadə etməyi bilməlisiniz. Hər kəsə salam. Bu gün biz sizinlə data engineering sahəsində sizi ən çox maraqlandıran suallara cavab tapmağa çalışacağıq. Qonağımız isə Turan Ağayevdir. Turan müəllim Sokarda senior data engineer olaraq çalışır. Xoş gördük müəllim. Xoş gördük. Əvvəla başlayaq ki, data engineering nədir? Data engineer kimlərdir? Data engineer şirkətlərdə olan, fərqli sourcelarda olan məlumatların düzgün infrastrukturlara, məlumat bazalarına gətirilməsinə və bu məlumatların təmizlənməsinə, report üçün və fərqli AI modellərində istifadə olunması üçün bu dataları gətirən şəxslərdir. Və bu dataların pipeline-ların qurulması, idarə edilməsi, gündəlik olaraq nəzarət edən şəxslərdir. Yəni fərqli sizin məlumatlarınız var. Bu məlumatlardan mənalı, anlamlı məlumatlar çevirən şəxslərə data mühəndisləridir. Kimlər data engineer ola bilər? Data engineering əslində fərqli sahələrdən də keçid mümkündür. Daha çox keçid edənlər SQL developerlar, BI analistlər, data ilə işləyən şəxslər olur. Amma hərçənd ki, real praktikada fizikçilər, kimyaçılar, yəni bu sahədə olanlar var. Çünki data mühəndisliyində texniki tələbləri bilməklə yanaşı datadan da anlayışınız olmalıdır. Sizin işlədiyiniz sahə məsəl üçün bank sahəsidirsə, burada siz finans üzrə bitirmisinizsə, iqtisadiyyat və yaxud biznesin idarə olunmasına bağlı bu dataların analiz edilməsini başa düşməyə daha yaxşı sizə kömək olacaq. Hər ki neft sektorunda işləyirsinizsə, fiziklər, kimyaçılar da oradakı dataları anlayır və onları bildiyi üçün onlarla işləmək daha rahatdır. Yəni texniki tərəfi daha sonradan da inkişaf etdirmək olur. Bəs sahəyə necə başlamaq olar? Çətindirmi və bu sahəyə keçid edən şəxslər ilk olaraq nələr bilməlidir? Əslində data engineering keçid etmək ilk başda çox çətin görünür. Çünki axtardığınız zaman, araşdırma elədiyiniz zaman həddindən artıq çox texnologiya və toollar var. Bu ilk başda insana biraz qorxuducu gəlir. Amma ilk başlamaq üçün mən demək istərdim ki, çox yaxşı səviyyədə SQL bilmək lazımdır. Proqramlaşdırma dillərindən Python-u basic səviyyədə ən az bilmək lazımdır. Daha sonra isə işləyəcəyiniz datalar haqqında məlumatınız olmalıdır və siz belə deyim də əzbərə bir iş görməli deyilsiniz. Nəyi niyə elədiyinizi başa düşməlisiniz. Bu sizin gətirdiyiniz dataların nəyə faydalı olacaq, nələri necə gətirməlisiniz. Yəni biznes domenində bilməlisiniz bir növ. Sahəyə yeni başlayanlara məsləhətim odur ki, SQL, Python-la başlasınlar ilk başda. Database-lərin məntiqini, arxitekturasına baxsınlar və daha çox belə kurs izləməyə, video izləməkdən yanaşı praktikalar daha çox eləsinlər. Özlərinin GitHub-da proyektləri olsun. Hər hansı bir məlumatların bazalara yüklənməsini, özünü bir transformasiyalar etsinlər. Bu mən düşünürəm ki, bəzi sertifikat almaqdan, bəzi kursları izləməkdən daha faydalı olacaqdır. Hansı texnologiyalar istifadə olunur? Hal-hazırda bazarda ən çox istifadə olunan texnologiyalar Apache Airflow-dur, Kafka-dır. Və bundan başqa cloudda Databricks, Snowflake texnologiyalarından istifadə olunur. Bunlar indiki dövrdə daha populyar texnologiyalardır və sizin böyük həcmli dataların idarə olunmasında və transformasiyalarda daha çox istifadə olunur. Bəs maaşlar necədir? Maaşlar əslində sektora və necə deyim, şirkətlərə görə dəyişir. Ortalama bir rəqəm desəm, juniorlar 1000-1500 arasında bu civarlarda dəyişir. Yenə də middle'larda isə 2000-3000 civarında dəyişir və bu şəkildə seniora qədər gedir. Yəni o maaşda əsas təsir edən amillər bildiyi texnologiyalardır və təcrübədir sözsüz ki, və işlədiyi iş təcrübəsinə görə artaraq gedir. Xaricdə isə daha çoxdur bu məbləğlər. Eyni zamanda xaricdə çünki cloud texnologiyaları da bilməlidir işləyənlər. Hansı şirkətlər data engineeri axtarır? Əslində məlumat bazaları olan, məlumatlarını istifadə edən bütün sektorlar, bütün şirkətlər axtarır. Çünki data engineer elədir ki, siz reporting qurmaq üçün ya da data analitik, data science komandası qurmamışdan qabaq ilk öncə
data mühəndisi departamenti qurmalısınız. Çünki sizdə olan dataların düzgün formada, düzgün strukturda yerləşdirilməsi lazımdır ki, bundan faydalı məlumatlar əldə edə biləsiniz. AI data engineeringə necə təsir edir? Əslində AI-ın data engineering üçün çox böyük təsiri var. Çünki əvvəllər biz report üçün, analizlər üçün məlumatlar, pipeline-lar qururduqsa, artıq AI modellər üçün biz məlumatların daşınmasını təmin edirik. AI modellər nə qədər çox inkişaf etsə, AI nə qədər inkişaf etsə, o qədər daha çox data engineerə ehtiyac olacaq. AI vasitəsilə biz kodlarımızı daha sürətli debug edə bilirik. Bəzi monoton işlərimizi, gündəlik işlərimizi AI vasitəsilə sürətləndirə bilərik. Amma data engineeringdə əsaslarından biri də data arxitekturasının qurulması, dizaynin verilməsi, data modellərinin, biznesin anlaşılması üçün hələ də insan əməyinə, insana ehtiyac olduğunu düşünürəm. Amma bu o demək deyil ki, AI öyrənməməliyik. Tərsinə AI-dan qorxan bir injiner yox, AI ilə işləməyi bacaran bir injiner olmaq lazımdır. Kalkulyatorun icadından sonra riyaziyyatçıların işləri əllərindən necə ki alınmadı, bunu vasitə üçün istifadə elədilər. Eyni şəkildə də AI ilə bir çox sahədə biz işlərimizi sürətləndirə bilərik. Yəni o AI-yə qorxulu bir şey kimi yox, bir vasitə olaraq istifadə etmək daha uyğundur. Çünki əvvəllər biz 5 günə, 4 günə etdiyimiz işləri AI vasitəsilə artıq bir neçə günə daha sürətli şəkildə edə bilirik. Data engineeringdə big data-nın rolu nə qədərdir? Artıq big data engineering bir hissəsidir. Çünki artıq həddindən artıq məlumatlar çoxdur və fərqli source-lardan, fərqli yerlərdən artıq məlumatlar əldə edilir və bu məlumat axını da çox sürətlidir. Buna görə də biz artıq data engineerlər ənənəvi formalardan məlumatların toplanmasını və emal olunmasını edə bilmirik. Bunun üçün bir neçə fərqli texnologiyalar vardır ki, Apache Kafka, Apache Spark kimi toollar var ki, bunlar distributed sistemdə işləyirlər və bu texnologiyalar vasitəsilə artıq biz gigabaytlarla məlumatı deyil də artıq terabaytlarla, petabaytlarla məlumatları emal edə bilirik. Yeni başlayanlar üçün bəs məsləhətiniz nə olardı? Yeni başlayanlar üçün məsləhətim bu olardı ki, ilk başda bu sahəyə araşdırma eləyəndə bütün texnologiyaları öyrənməyə çalışmasınlar. İlk öncə texniki olaraq SQL-dən başlasınlar, SQL-i çox yaxşı səviyyədə bilsinlər. Çünki data engineering üçün məlumatlarla işləmək vacib olduğu üçün buna görə də SQL-i çox yaxşı səviyyədə bilməlidirlər. Bundan başqa daha çox video izləməkdən, yəni texniki olaraq oxuduqdan sonra özləri praktika etsinlər, özləri bir layihə qurmağa çalışsınlar. Çox sayda sadəcə bir database-dən başqa bir database-ə məlumatları olduğu kimi daşısınlar. Bunun üçün hər hansı bir tool ya istifadə edə bilərlər. Toollar sadəcə vasitədir. Siz data ilə nə edəcəyinizi bildikdən sonra toolları öyrənmək daha rahatdır. Bundan başqa da toollar sürətli dəyişə bilər. Yəni bir tool öyrənim, məsələn, Airflow-nu öyrənim, hər şeyini yaxşı bilim demək deyil. Çünki yeni bir tool gələcək, yeni bir funksiyalar, feature-lar gələcək. Artıq o tooldan ayrılmalı olacaqsınız. Ona görə də siz injiner olaraq toolu bilməli deyil də, o tooldan necə istifadə etməyi bilməlisiniz. Çünki tool dəyişsə də siz istifadə qaydasını, o məntiqini, modelinqi bildikdən sonra heç bir problem olmayacaq. Çox sağ olun müəllim. Həqiqətən də mənim üçün maraqlı oldu. Ümid edirəm ki, izləyicilərimiz üçün də maraqlı olar. Təşəkkür edirəm məni dəvət elədiyiniz üçün. Çox sağ olun. Bizi izlədiyiniz üçün təşəkkür edirik. Görüşənədək.